Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Rabbi işrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahın salamı olsun siz əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları bu günlərdə Rəbbimizə əl açaraq qəlbimizin dərinliyindən ifadə etdiyimiz bütün hacət və mətləblərimizi bizdən qəbul eləsin inşallah. Allahdan diləyək, Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Qəlbimizi iman nuru ilə hər zaman nurlandırsın inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, səsimizi eşidən ana bacılarımız və bizi izləyən hər kəs, bildiyimiz kimi bugün cümə günüdür. Cümə seyyidül əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən bərəkətli, ən nurani bir gündür. Bir sözlə, Quran və sünniyə istinad etdikdə, bugün yolunu gözlədiyimiz, intizarında olduğumuz, sonuncu xilaskarımız, zamanə imamımızın gəliş günüdür. Bugün o gündür ki, ayə və hədislərdə qeyd olunub ki, yeryüzü haqsızlıq, ədalətsizlik, zülmlə idarə olunduğu və əhatə olunduğu bir dövrdə sonuncu xilaskarımızın, vəd olunmuş höccətimizin, imamımızın gəlişi ilə yer üzərindən haqsızlıq gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin inşallah. Əgər ömrümüz vəfa qılmazsa, o günü görməriksə, yaşadığımız bu ömrümüzdə, bu həyatımızda öz vəzifəsini tam, dürüst yerinə yetirən bəndələrdən Allah bizləri qərar versin. Möhtərəm cəmaatımız, bugün sizinlə 9-cu imamımız İmam Cavad əleyhissalamın barəsində danışacaq. Çünki sabahları Zilqədə ayının axırı, son günləri imamın şəhadət günüdür və bugün cümə günü olduğundan elə fürsətdən istifadə edib imamımızın şəhadəti ilə bağlı olan tarixi hadisələri sizinlə bölüşəcək. Mən burada elə imamımızın şəhadət münasibəti ilə başda zamanə imamımız olmaqla bütün əhl-i beyt sevərləri, sizləri, bizi izləyən, səsimizi eşidən hər bir kəsi uca Rəbbimizdən səbirlə, təmkinlə və İmam Cavad əleyhissalamın şəhadəti münasibəti ilə hər birinizə, hamınıza başsağlığı diləyirəm. Allah dünyada o həzrətin ziyarətini, üqbada şəfaətin bizlərə arzu edən hər kəsə nəsib eləsin inşallah. İmamın bir sözü ilə istəyirdim sözümə başlayam. İmam Cavad əleyhissalam kəlamlarının birində buyurur: "La tekun veliyyen fil alaniyye ve aduven lehu fis-sirr." Aşkarda Allahın dostu kimi görünüb, amma dalda da gizlində ona düşmən kimi davranma. Yəni bu bilirsinizmi? İnsanın olduğu kimi görünməyə, göründüyü kimi olmağa çağırışdır. Bəzən insanlar içərisində olanda danışığına diqqət eləyir, hərəkətinə diqqət eləyir. Birdən əgər bu sözü desəm, deyərlər, heç bundan gözləməzdik. Bir hərəkət eləsəm, deyərlər, heç yaşına, başına yaraşan bir hərəkət deyil. Yəni, cəmiyyət arasında bəzən görürsən özlərini başqa cür, amma təklikdə və tənhada olanda tam əksi kimi.
Həzrət buyurur: "La tekun veliyyan fil alaniyyə və aduvvan lahu fis-sir." Aşkarda özü Allah dostu kimi göstərib, dalda da düşmən kimi rəftar edənlərdən, davrananlardan özü etmə. İmam əleyhissalam yeganə imamlarımızdandır ki, İmam Zaman əleyhissalamı çıxma şərti ilə erkən, yəni az yaşlarında, hətta tarixdə var 8, bəzi hədislərdə, rəvayətlərdə 9 yaşında imamətə çatıb. Bildiyimiz kimi 8-ci imamımız İmam Rıza əleyhissalamın oğludur. Qısaca bir həzrətin biz baxmış olsaq tarixçəsinə, adı Muhammeddir, Peyğəmbər sallallahu adı ilə bağlıdır. Amma ləqəbləri çoxdur. Cavad, bizdə də el arasında da ad var, Cavad adı deyərik. Səxavətli, əli açıq, bu mənaları ifadə edir. Və Təqi də onun ləqəblərini, amma el arasında bu Cavad və Təqi, İmam Cavad ya İmam Muhammed Təqi daha çox şöhrət tapıb. Atası bildiyimiz kimi İmam Rızadır, Əli adı olub, Rıza da ləqəbidir. Anası Səbikə də, Xeyzaran da 2 adla daha çox şöhrət tapıb. Rəcəb ayının 10-u hicrətin 195-ci il dünyaya gəlib və Həzrət 17 il imamlıq eləyib. Deməli, 25 yaşında dünyasını dəyişib. Yəni, 25 il ömr eləyib İmam Muhammed Təqi əleyhissalam və 17 il isə imamət müddəti. Bu, onun göstəricisidir ki, möhtərəm cəmaatımız, uzun uzadı ömür sürmək həyatda önəm kəsb eləmir. Önəmli olan bilirsinizmi nədir? İnsan yaşadığı ömrü mənalı yaşasın. Allah istəyən kimi yaşasın. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Baxın, yaşlarına baxanda 18-dən ta indi o, belə deyək də, qalıb müddətdən artıq xidmət göstərənlər, hərbi rütbəsi olanlar, söhbət o əskər yaşında olanlara baxmış olsaq, az yaşında tarix yazan qəhrəmanlar və məsum imamlarımızsa bunun bariz nümunəsidir. Niyə deyirlər? Adu təmiz saxla. Çünki adun sənin özündən çox yaşayacaq. Mən 40 yaşım var, bilmirəm bu il, gələn il, növbəti il, hansı il Allahın bəlli bir vaxtında mən də bu dünya ilə vidalaşıb gedənlərdən biriyəm. Amma mən dünyamı dəyişəndən sonra mənim adım qalacaq. Sən dünyanı dəyişəndən sonra sənin adın qalacaq. Ona görə deyirlər, adı təmiz saxla ki, sən bir gün gedəcəksən, amma o qalacaq. İnsanların yaddaşında necə qalmağın üçün, necə yaşamağın önəm kəsb eləyir. İnsanların yaddaşında sənin necə qalmağın, bugün yaşayışın asıllığı danılmaz bir faktdır. Yəni, əgər yaşadığın həyatı gözəl və yaxşı, mənalı xalqına, millətinə, cəmiyyətinə, bütün çevrəndə olanlara fayda verən bir şəkildə yaşamış olsan, xalqın, millətin, səni tanıyanların yaddaşında da sən elə yaxşı insan kimi qalacaqsan. Yox, əksi olmuş olsa, elə o cür qalacaqsan. Niyə görə? Bəzən görürsən, elə insanlar dünyasını dəyişəndə deyirlər, Allah rəhmət eləsin. O evdən yox, eldən getdi. Bilirsinizmi? Bu insan qısa ömründə fədakarlığı ilə bu adı qazanır. Və bunu qazanmağımız üçün də bizim uzun uzadı ömr eləyib 50, 60, 80-da çatmağımız lazım deyil. Sən yaşadığın ömrü əgər qısa bir vaxtda belə dəyərli, mənalı, qiymətli, Allah istəyən kimi yaşamısansa, əmin ol, Allah səni istədəcək və qəlblərdə də sənə yer ayıracaq. Məryəm surəsinin 96-cı ayəsində Allah Teala buyurur, Bismillahirrahmanirrahim.
İnnellezîne âmenû və amilussâlihāt seyec'alu lehumurrahmanu vudda. Əgər bir insan Allahın ona verdiyi ömrü iman üzərindən yaşaya və salih əməl, Allahın razı qaldığı işlər görsə, rəhman olan Allah onu insanlara sevdirəcək. İnsanlar onu sevəcək. Allah özü sevib və insanlara onu sevdirəni bəşər əl-ələ verə, barəsində nə danışa, faydası olmaz. Çünki Allah əgər onu sevib və sevdirirsə, əminliklə o xalqın, millətin, insanın, tarixin, bəşəriyyətin yaddaşında yaxşı bir insan kimi qalacaq. Baxın, səmimi etiraf edək, elə özümdən başlayıram. Bu yüzlər insanın içərisində bizi izləyənlər daxil sual versəm ki, kim 7 baba geriyə saya bilər? İndi aramızda seyidlər olsa, bəlkə şəcərələrini axtarıblar ki, məsələn də babası filan təsbitləmək üçün 1-2 nəfər olar, bəlkə heç o da olmaz. Yəni 7 baba arxaya bu yüzlər insanın içərisində barmaq say insan olar. Amma məsum imamlarımız uşaqlarımızın belə dilinin əzbəridir, onların yaddaşındadır, bilirsinizmi? Bu ilahi nurdur. Allah öz nurunu insanların qəlbində, onların zehnində, onların fikrində tamamlamasının təzahürüdür. Ona görə biz məsum imamlarımıza ki, bu sevgi, məhəbbəti yaşayırıq. Hətta İmam Cavad əleyhissalamın kəlamlarından da aramızda elm əhli olan qardaşlarımız, alim Rəbbani, tələbə yoldaşlarımız var. Onlar bunları daha gözəl bilirlər. İmam Cavad əleyhissalam buyurur, Mən əradallahu bihil xeyrə qazafə fi qalbihi hubbəl Hüseyn əleyhissalam. Allah bir bəndəsini istəyirsə qəlbinə xeyr versin, qəlbinə xeyr atsın, İmam Hüseyn əleyhissalamın sevgi məhəbbətini o qəlbdə yaradar. Yəni, bax qəlbə, əgər qəlbində İmam Hüseyn əleyhissalamın sevgi məhəbbəti varsa, əmin ol ki, o Allahdan sənin qəlbə əta edilən bir ilahi nemətdir. Odur ki, İmam Cavad əleyhissalam özü imam, amma babası İmam Hüseynin sevgi məhəbbəti barəsində bu kəlamı insanlara söyləmiş. Bir sözlə İmam əleyhissalamın qeyd etdiyi imamət müddəti 17 il olub. 25 də ömrü götürmüş olsaq, neçə yaşından? 8 yaşından imamət həddinə çatıb. Hətta bəziləri İmam kiçik yaşlarında o həddə olanda bildiyiniz kimi Əbbasi xəlifələrindən Məmun əleyhillənə vəl-əzab İmam Rıza əleyhissalamı Mədinədən Mərvə gətirmişdi. Tuz, Məşhəd, indiki Məşhəd. Deməli, Mərvə çağıranda İmam Cavad əleyhissalamın 4 yaşı, bəzi tarixlərdə 3 yaşı olub. Çıxanda artıq imamın tərəfdarları bilirdi ki, bu gediş bir gedişdir ki, onun qayıdışı yox. Çünki o məlun əleyhillənə vəl-əzab, yəni imamı elə-belə çağırmırdı, bilirdilər. Hətta orada imamdan soruşurlar ki, bəs əgər ya Seyyidənə Mövlana, sənin başına bir iş gəlsə, biz səndən sonra kimi imam bilək? Axı, çünki imamın balası da İmam Cavad əleyhissalamın da 3-4 yaş tarixdə yazıblar. Yaşı var. Həzrət işarə elədi oğlu İmam Cavada. Bəzi Həzrətin o yanında olanlardan, hətta orada tarixdə var, ravi deyir, Cu'iltu fidakə hazəbnu səlasi sinin. Dedi ki, atam anam sənə qurban olsun. Bu ki, uşaqdır, bunun hələ 3 yaşı var. Tarixdə bu ifadə keçir. Biz necə bu
3 yaşında uşağı özümüzə səndən sonra imam bilək. Həzrət buna Quran-ı Kərimdən Həzrəti İsa aleyhissalamın əhvalatını bilirsiniz. Mən mövzudan çox kənara çıxmaq istəmirəm. Orada hətta qundaqdakən belə danışdığını və onun peyğəmbər olduğunu söyləyir. Buyurur ki, "Qalu keyfə nukellimu men kana fil mahdi sabiyya." Ayət-i şərifədir ki, biz bu beşikdə olan uşaqla necə danışa bilərik deyə Həzrət İsa'ya buyuranda deyirsən, xanım Məryəmə buyurmuşdu ki, danışmayasan, elə o qundaq körpə özü danışacaq. Qalə inni abdullah. Həzrət İsa aleyhissalam dedi, mən Allahın bəndəsiyəm, onun quluyam. Ataniyəl kitab. Allah mənə həm kitab əta eləyib və cəaləni nəbiyyən və məni sizə peyğəmbər olaraq göndərib. İmam bu ayəti oxumaqla onlara bunu əqli və məntiqi baxımdan izah etməyə çalışdı ki, bu xət ilahi nur məsələsi yaş məsələsi ilə deyil. Yəni, qundaqda olanı belə qundaqda ikən peyğəmbər və ona kitab göndərib və qundaqda ikən insanlarla danışdıran Allah o elmi, o qüdrəti, o istedadı, o potensial imkanı 3-4 yaşındakı uşağa da əta eləyə bilər deyə. Bəli, İmam əleyhissalam, İmam Rıza əleyhissalam Mədinədən Mərvə gətirilir, Tusa, Məşhədə gətirilir və 4 il sonra İmam Cavad əleyhissalamın 8 yaşı olanda, bu hadisə ki 4 yaşında baş verib, 4 il sonra İmam Cavad əleyhissalamın 8 yaşı olanda İmam Rıza əleyhissalam dünyasını dəyişir. O şəhadətə qovuşandan sonra 8 mərhum mühəddis-i Qummi Müntəhəl Amal əsərində yazıb 8 və 9 yaşlarında imamətə çatandan sonra bəzi insanlar yenə də şək, şübhə içərisində olurlar və Məmun əleyhillənə vəl-əzab bunu eşidir, amma övladına hörmət etməsi ilə atanın şəhadətini gizlətmə, üstünü örtmə fikri ilə imamın Mədiniyə gələndə bir gün qarşılaşır. Deməli, orada dövrün ən savadlı, ən tanınmış, öndə gedən alimlərini bir yerə yığır. Bir məclis təşkil edir, bir yerə toplayır və orada həmin məclisdə ki, insanlar deyirdi ki, bunun savadına görə yox, bunun atasını öldürüb deyə övladına hörmət edir ki, insanlar o fikrə düşməsin, bir məclis təşkil edir və həmin məclisə İmam Muhammed Təqi əleyhissalam da 8 yaşında həmin məclisə qatılır. Və onların içərisində Qaziyül Quzat, Qazilər Şurasının sədri deyək, dövrün o dini məhkəməsinin, ali məhkəmənin sədri deyək, necə qəbul ediriksə o cür Yəhya İbni Əksəm, yəni Əksəm oğlu Yəhya adlı birisi var idi. Məclis təşkil olunub, qərar olur ki, bir sual imama verələr, bir sual da imam bunlara verə, elmi münazirə başlayar. Məmun əleyhillənə vəl-əzab deyir ki, mən belə bir xəbər eşitmişəm, siz imamın elminə görə ona etimad eləmirsiniz, elmi münazirədə onun elmi səviyyəsi bəlli olsun deyə mən bunu qurmuşam. Bilirsinizmi bunu da nə zaman qurdu? Bundan öncə bir hadisə baş vermişdi. Deyir, Məmun əleyhillənə vəl-əzab öz başının dəstəsi ilə, ordusu ilə, sərkərdələrlə ova çıxırmış. Tarixdə keçir şahların, sultanların
Burat quşu, burat şahin quşu, ov quşu, yəni insan ovlaya bilmədiyi ovları ovlayarmış. Deyir, Bağdad küçəsindən gəlib bir yerdən keçəndə İmam Cavad əleyhissalam da hələ az yaşlı vaxtlarıdır, 8 və bu hadisənin 9 yaşında olduğu. 8-9 yaşında baş verdiyin tarixdə mərhum Şeyx Müqəddəs Ərdəbilinin Əqaidül İslam, İslamın əqidə əsasları kitabı var. Bu danışdığım orada. Bir də ki, Şeyx Muhaddis Qumminin Müntəhəl Amal əsəri var. Orada tarixi mənbə olaraq bu danışdığım qeyd olunub. Məmun əleyhillənə vəl əzabı uzaqdan görən, onun qoşununu uzaqdan görən bu uşaqlar küçənin bir tərəfində ki, əyləşmişdilər bir neçə nəfər, uzaqdan görəndə onu hamısı qaçır. Amma İmam Muhammed Təqi əleyhissalam yerində elə hardadır, orada da qalır. Yəni, əyləşib söhbət elədikləri yerdə görürlər, Məmun əleyhillənə vəl əzab öz qoşunu ilə, ordusu ilə, başının dəstəsi ilə gəlir. Bunu görən az yaşlı uşaqlar hamısı pərəm-pərəm bir yana qaçır. Amma İmam Muhammed Təqi əleyhissalam elə yerində hardadır, orada qalır. Bunu Məmun görəndə təəccüblənir. Yəni, əgər hamısı qaçsaydı, o qədər diqqət cəlb eləməzdi. Hamısı da qalsaydı, o qədər diqqət cəlb eləməzdi. Amma hamısı qaçır, biri yerində qalır, bu diqqət çəkir. Gəlir, yaxınlaşır, hələ bilmir. İmam oğlu imamdır, bu kimdir? Deyir ki, bəs sən niyə öz həmyaşıdların kimi, o uşaqlar kimi məni görəndə qaçmadın? İmam elə bir ali şəxsdir ki, onun nə ustadı, nə müəllimi bəşər olmayıb. Onların elmi Allahdandır, ilahi nura vəsl olub. Onların elmi Allahdandır deyə təsəvvür elə dövrün şahı, sultanı, başçısı bir küçədə bir, belə deyək də, 8-9 yaşında bir uşaqla qarşılaşıb söhbət eləyir. Deyir, niyə sən öz taytuşların kimi məni görəndə qaçmadın? İmam deyir ki, mən sənə bu dediyin suala, verdiyin suala cavab verəcəm, amma şərtim var. Mən sənə sual verəcəm, sualıma cavab versən, cavab verəcəm. Olar? Deyir, bəli. İndi bu öz aləmində fikirləşir ki, bu 8 yaşında uşaq bu ölkəni, dövləti idarə eləyənə nə sual verərdi? Razılaşırlar hamının gözü qarşısında. İmam əleyhissalam deyir, birinci sözüm budur ki, Allah mənə ağıl verib. Sənə də mi verib? Şərtləşiblər axı sualıma cavab verəndən sonra cavab verəcək. Yəni, normal sualdır da, yəni bu təbəssümlə deyir, bəli. Deyir, çox gözəl. Deyir, Allah mənə verdiyi ağılla, mən baxdım, gördüm ki, mən ki burada dayanmışam, durmuşam. Mənim burada durmağımın, dayanmağımın nə sənə, nə sənin qoşunun gəlib getməsinə bir maniçiliyi yoxdur. Əgər yoxdursa, mən olduğum yerdən çəkilməliyəm, yoxsa yox? Deyir, yox. Deyir, mən niyə deyirsən, taytuşların kimi qaçmadın? Onda maniçiliyim yoxdursa, elə mən yerimdəyəm də, sən ya Allah, yoluna davam elə də. İkincisi, adətən bu cürdür. Belə bir fikir formalaşır ki, bir insanın yanında eybi, nöqsanı olanda, Allah bizi o vədə xilaflardan eləməsin. Bəzən görürsən ki, söz verirsən vaxtında əməl eləməyəndə, onu uzaqdan görəndə yolu dəyişirsən. Ya məsələ eşidəndə, biləndə o oradadır, soruşursan, filan kəs gəlib, deyirsən, mən sonra gələrəm, məsələn də. Deyir, Məmun, sənin yanında elə bir işim olmayıb ki, belə bir işim olub ki, səni görəndə utanca səbəb olsun,
səni görəndə mənim qaçmağıma məni vadar eləsin? Deyir, yox. Deyir, onda durmuşam da mən yerimdə, mənimlə nə işim var? Yoluna davam. Üçüncüsü də deyir ki, mən istəməzdim bunu sənə deyim. Amma sən məni vadar elədin ki, mən bunu sənə deyim. Məmun qalır, deyir, axı, mən hələ bir söz deməmişəm, mən elə dayanmışam. Axı, bəzən insanı sözlə söz deməyə vadar eləyərsən. Bir söz deyərsən ki, cavab verər. Bəzən də elə hərəkəti ilə vadar eləyərsən ki, bu sözü sənə desinlər. Sən desən, deməmişəm, amma hərəkətin sənin əməlin təsdiqidir də. Yəni, bu söz əlavə, hərəkət də cavabdır. Buna bir qısaca haşiyə çıxım. Məsələn, bir fikir deyirsən. Mən bir dəfə deyirəm ki, qardaş, mən bu fikirlə səninlə razı deyirəm. Sən bu fikirdə düz deyirsən. Fikrimi açıq deyirəm. Amma bir də var ki, fikri deyirsən, mən əsəbləşib qapını vurub çıxıram. Bir söz demədim. Mənim bu hərəkətim sənin sözvə cavabdır, yoxsa yox? Yəni, cavab bəzən sözlə olar, bəzən hərəkətlə olar. İmam deyir ki, düzdür, sən mənə sözlə demədin, amma hərəkətin məni vadar elədi ki, mən bu sözü sənə deyim. Deyir, demək istəməzdim sən zalımsan. Şapalaq təki bir söz daha həqiqətdə. Deyir, mən sənə demək istəməzdim sən zalımsan. Amma sənin hərəkətin, sənin zalımlığın bu imamın cəsarətidir ki, o yaşda, yəni necə haqqı difa eləyib. Bu çox mühümdür. Deyir ki, bu az yaşlı uşaqlar ki, səni görəndə ki, qaçdılar, ha? Deməli, sən zalımsan, sənin zülmündən, şərrindən bunlar qaçıb. Əgər sən xeyrxah biri olsaydın, uşaq o, məsələn, hədiyyə verənin, bağrına basanın qabağına qaçardı. Deyir, bunlar ki, səndən qaçdılar, sənə qaçmadılar. Deməli, sən zalımsan ki, səndən qaçıblar. Bu sözlər məmunu sirkələyir, toxunur. Deyir, sən kimsən? Deyir, ənə İbn-ül Riza. Mən deyir, İmam Rizanın oğluyum. İftixarla deyir, mənim atam imamdır. Mən İmam Rizanın oğluyam. Bu, buna biganə yanaşır, gedir və əsəbi halda gəlir o mərasiminə çıxıb da, istirahətə. Elə keyfini, belə deyək də, o yolda imam o biraz bunu narahat eləyib. Səhraya gəlir, adətən Burat quşu böyük, iri ovlar ovlayarmış. Deyir, bir balaca bir gölməçədə, bir su olan bir yerdə, bir balaca bir yerdən bunun gözünün qabağında balaca bir balıq caynağına götürür, gətirir. Bu biraz da qəzəblənir ki, axı bu Burat quşunun, Şahin quşunun işi budur. İnsan ovlaya bilmədiyi ovları ovlamalıdır. Deyir, geri qayıdır. Qaydanda vaxt çox çəkmir deyə, həmin elə o küçədən, məhəllədən belə deyək də, keçib qaydanda kənardan görür ki, bu əyləşib orada. İnsanın zatında, genetikasında qisasa meyillilik var. Yəni, çox mərhəmətli insanlar onu mərhəməti ilə üstün örtür, amma mərhəməti zəif olan insanlar gözləyir, məqam və şərait düşən kimi dərhal qisasını almağa. Bu, insanın fitrətində bu var. Axı, ova gedəndə bu sözlərlə bunu toxunub. İndi yanında olanlara deyir ki, bu ki, dedi, mən imam oğluyam. O məlun, zalım olsa da, amma imamın elminə, onların məqamına bələd idi. Deyir, yaxınlaşır, deyir, mən ona deyəcəm ki, əlimin içərisində nə var, ovcumda nə var, balaca balıqdır da, quş ovlayıb. O, deyə bilmədikdə, elə bil cavab olaraq da, onu xar edərəm deyə, gəlir, yaxınlaşır, deyir ki, deyə bilərsən, əlimdə, ovcumda nə var, eyni hədisi, rivayəti, ərəbisinin orijinalını oxuyuram, qalə Əbu Cəfər. Əbu Cəfər Sani deyirdilər İmam Muhammed Təqiyə. Deyir, İmam əleyhissalam dedi ki,
İnnallâhe Teala xələqə biməşiyyətihi fi bəhri qubdurətihi səməkən siğarən təsiduhu buratul muluk. Allah öz istəyi ilə bir gölməçədə, bir dəryada balaca bir balıq xəlq edib. Təsiduhu buratul muluk. Onu yalnız şahların, sultanların ov quşları ovlayar. Hadisəni olduğu kimi gölməçədən balaca balıq və şahın, sultanın ov quşunun ovladığını. Bunu deyəndən sonra İmam Rıza Aleyhisselamın o yeganə imamət sülbünü daşıyan o imam ki, bu fəsahətdə, bəlağətdə cavab verdi. O bu səhnəni qurmuşdu imamı xar eləyə, amma imamın bu fəsahətli cavabı onun öz xar olmasına səbəb olanda qalə əntə İbn-i Rıza haqqən. Dedi, sən doğrudan da İmam Rıza'nın oğlusan. Əvvəl biraz biganə idi, olar, olmaz. Bu cavabı alandan sonra buydu, əntə İbn-i Rıza haqqən. Sən doğrudan da elə İmam Rıza'nın oğlusan. Bu hadisədən sonra həmin o alimlərlə elmi bəhsi qurmuşdu. Bunu deyim, xülasələşdirim, çünki imamın bu əhvalatı, elmi münazirəsi genişdir. Deyir, İmam Muhammed Təqi əleyhissalam əyləşib, Yəhya bin Əksəm də dövrün ən tanınmış nüfuz sahibi olan alimidir. Dedi, sualınızı verin. Yəhya ibn Əksəm, həccin məsələsi, Allah həccdə olanların ziyarətini qəbul eləsin. Bugün elə birinci, bu axşamdan, sabahdan da bizim ölkəmizdən də mövsümü böyük həccə zəvvarlar yola düşür. Allah burada olanlara növbəti il elə Allahın evi, beytini ziyarət etməyi nəsib eləsin. Demək, həccin bir neçə dənə, burada alim Rəbbani qardaşlarım var, bir neçə fiqhidə bab var, bölüm var ki, onun hökmləri ağırdır və çətindir, qarışıqdır. Onlardan biri də həccin hökmləridir. Ümrənin əməlləridir, ehramın əməlləridir və s. Bu Yəhya ibn Əksəm fikirləşir ki, imama elə bir sual verim ki, yəni gündəlik, məsələn, namaz, oruc məsələsi olmasın, adi olsun da, biraz çətin olsun ki, cavab verə bilməsin, bu öz elmini, öz əzəmət və qüdrətini imamın önündə, qarşısında göstərə bilsin. İmam əleyhissalama sual verir ki, deyir, bir nəfər gedib həccə, ehram halında, o ehram o uniformada da, kişilərin geyindiyi, görübsüz, bilirsiniz. Ehram halında ov ovladı. Onun hökmü nədən ibarətdir? Tuhaful Uqulda bu qeyd etdiyim hədis 335-ci səhifədə qeyd olunur. Fəqalə Əbu Cəfər, İmam Muhammed Təqi əleyhissalam buna cavab verir. Deyir, de görüm, qətələ fi hillin, əv fi haram. Adətən bir sual verəndə, sualın bir və ya iki cavabı olardı. İmam Yəhya ibn Əksəmə, Əksəm oğlu Yəhyaya deyir, de görüm, hərəmin içərisində bu ovu edib, yoxsa kənarında, axı, məsələn, məscidin içərisində bir həyəti var. Bura üzr istəyirəm, məsələn, qüsüllü girmək haramdır, amma məscidin həyətinə qüsüllü girmək haramdır. Yəni, məscidin içərisi ilə çölünün hökmü ayrıdır. Məsələn, ehram vaxtı, məsələn də, bir hərəmin içərisinin hökmü var, bir çölünün hökmü var. İmam buyurur ki, de görüm, o ovu hərəmin içərisində edib, yoxsa ətrafında, kənarında edib. Əgər hərəmin içərisində edibsə, onun bir cavabı var, hərəmin kənarında edibsə, başqa bir cavab var. Alimən kanə əv cahilən. Bu hökmün bilirdi bu işi görüb, yoxsa yox. Yəni, bilirdi ki, ehram halında ov ovlamaq haramdır, bilə-bilə, məsələn, hökmü bilib eləyib, yoxsa bir adam da elə sıradan həccə gedib, amma ov ovlamaq olar olmazı bilmirdi. Əgər hökmün bilən eləyibsə bunu, bir cavab. Hökmün bilməyən, cahil adam bu işi görübsə, onun bir alaha cavabı.
qatələhu amdən əv sahvən. Bu ovu qəsdən eləyib, məsələn, bilə-bilə ovlayıb, yoxsa məsələn yerdən bir daş götürüb atanda quşa dəyib quş ölüb. Yəni bilə-bilə bu işi görübsə bir cavabı var. Bilməyərəkdən bu işi görübsə bir Allahı cavabı var. De görüm əv hurran kana əv abdən. O vaxtı quldarlıq dövrü olub da. Əgər azad hür bir insan bu işi görübsə onun bir cavabı var. Amma qul bu işi görübsə, çünki hür insanın mülkü özünə məxsusdur. Qulun özü sahibinə məxsusdur. Əgər hür, azad bir insan bu işi görübsə, bir cavabı var. Əgər qul bu işi görübsə, bir cavabı var. De görüm, əv səğirən kanə, əv kəbirən. Bu işi görən adam həddi təklifə çatıb mükəlləfdir, yoxsa balaca uşaqdır. Məsələn, ola bilər həddi təklifdə olan bir kişi, bir adam bu işi görüb. Ola bilər uşağı özü ilə götürmüsən, uşaqda bir quş vurub, quş ovlayıb. Yəni, böyük adamdırsa, təklif həddindədirsə, onun bir cavabı var. Əgər balaca bir uşaq bu işi görübsə, kəffarəsi baxımından onun bir Allahı cavabı var. De görüm, mübtədiən bil fi'l əv mu'idən. De görüm, bu adam ki, bu quş deyirsən, ehram halında ovlayıb, ömründə birinci dəfəsidir, yoxsa peşəkar ovçu? Axı, mahir ovçu bilir də, mən bunu atsam öldürə bilər, yoxsa yox. Bu zərbə ilə o ölə bilər, yoxsa yox. Bu atış ona nə kimi reaksiya, təsir göstərə bilər də. Deyir, əgər ömründə birinci dəfədirsə bu işi görürsə, ehram halında, bunun bir cavabı var. Amma yox, bu adam elə peşəkar ovçu, bunun işi elə ovçuluqdur. Bunun bir Allahı cavabı var. De görüm, minəzzüvat-i tərəfan-ı seyd əv min qeyriha. De görüm, yətiru fil ərz əffissəma, yerdə gəzən quşdur, yoxsa göydə uçan. Yerdə gəzən quşun hökmü kəffarə baxımından bir Allahı cürdür, göydə uçan quşun hökmü bir Allahı cürdür. Min siğar-ı seyd əv min kibariha. De görüm, bu ovladığı quş kiçik sinif quşa məxsusdur, yoxsa böyük? Quşun da böyük və kiçikliyi fiqhi kitablarda Ər-Rozətül Bəhiyyə, Əl-Lümətü Dəməşqiyyə ilə onun birinci kitabı, Kitab-ı Təharətdə bu mövzu açılıb. Həmmamə göyərçin. Deməli, göyərçindən görkəmcə, həcmcə böyük olan quşlar, böyük quşların hökmünə aiddir. Onun kəffarəsi də ayrıdır. Quyuya düşüb öləndə quyudan suyu çəkməyin hökmü də ayrıdır. Amma ondan aşağı olan, məsələn, sərçədir, qaranquşdur və s. də, sığırçındır, göyərçindən aşağı olanlar. Yəni, meyar böyük və kiçik quşların sinifə daxil olması göyərçinlə götürülür. İmam əleyhissalam deyir, mənə de görüm, bu ovladığı quş böyük quş sinifə məxsusdur, yoxsa kiçik quşlardan? Əgər göyərçindən böyük həcmə malik olan quşlardandırsa, onun bir başqa kəffarəsi, əgər ondan kiçik sinifə həcmə malikdirsə, bir Allahı cür. De görüm, musirrən alə ma fəaləhu əvbadiyən. Bu ov ovlayandan sonra buna ki deyiblər ki, ehramda ov ovlamaq olmaz, bu işindən peşmandır, yoxsa yox. Əgər desə ki, bilmərəkdən oldu, kəş eləməydim, işindən peşman olubsa, onun kəffarəsi başqadır. Amma adam deyib, nədirsə verərəm də, eləmişəm, yaxşı eləmişəm. O, bəzən cinayət hadisələrində, baş vermiş hadisələrdə bəzən görürsən ki, cinayətkar hadisəni törədəndən sonra gedib könüllü silahı ilə, özü ilə nəysə təqdim eləyəndə, könüllü təslim olanda bəndlərdə görürsən ki, maddələrdə ona keçəcək. Amma 3 ay, 5 ay orada, burada axtarırlar. Bəzən onu tutandan sonra heç eləmədiyində, bəzən belə də indi həmişə olmasa da belə hallar görürsən, olur. Deməli, bir cinayətini etiraf eləyən var,
peşman olan var, olmayan. İmam əleyhissalam buyurur ki, de görün bu işindən peşman olubsa, onun bir cavabı var. Əgər yox deyir eləmişəm, yaxşı eləmişəm, nədirsə deyin onu ödəyim, bunun bir başqa cavabı. Bəli, leylən kanə əv nəharən. Deyir, de görüm, bu işi bu gecə vaxtı, o adətən ekspertlər havanın şəraitinə görə qəzanın təyin eləyirlər. Dumanlı hava şəraitində olubsa, gecə olubsa, məhdud görmə və s. İmam əleyhissalam deyir, de görüm, əgər bu hadisə gecə vaxtı baş veribsə, onun bir cavabı var, günün günorta çağı baş veribsə, bir Allahı. Əlbət, Həzrət davam eləyir hələ ki, ihramuhu ihramu umra, o ihramu həc, o mövsümü həcdə ehram halında bunu baş verib, ya ümrə vaxtı, ta saya bu Yahya ibn Əqsəm qalır ki, hələ cavablar qalsın bir yana, bu variantları belə eşitmək bunun üçün biraz qeyri-adi qalır. Və orada artıq imamın o elminə, o fəsahətinə, bəlağətinə onlar şahid olandan sonra Məmun əleyhillənə xalq qazanmaq üçün, insanların rəğbətini əldə etmək üçün deyir, ətani hazihin ni'mə və tövfiq. Üzün tutur orada olan alimlərə, deyir, tanıyın, bu Allahın bizə bir nemətidir. Ərəftum əlan ma kuntum tunkirunehu. İndi tanıdınızmı bunu? Halbuki bu hadisədən öncə deyir, düz elmi yoxdur, savadı yoxdur. Yəni hadisədən özünə xalq qazanmaq üçün bu ifadələri işlədir və bu böyük hadisədən sonra hətta orada onlar etiraf edir ki, zalikə fədlullah yu'tihi men yəşa. Bu bir fəzilətdir ki, Allah istədiyinə verər və etiraf eləyirlər ki, doğrudan da imamın elmi Allahdandır, o nura vəsildir deyə bəşərin o istedadı yetmir, adi bəşər o fikri, o düşüncəni əldə edə bilmir və İmam əleyhissalamın şəhadəti də mövzu biraz genişdir deyə atası İmam Rıza əleyhissalam təki onun kimi elə üzüm vasitəsilə zəhərlənir. Allah bütün zalimlara lənət eləsin. İmam Muhammed Təqi əleyhissalam 25 yaşında bu dünyayla vidalaşır. Amma biz 25 yaşında dünyasını dəyişməsinə rəğmən 1400 ildir o Həzrətin adı insanların yaddaşında, İslam tarixində, dünya çapında yad edilir və qiyamətə qədər də yad ediləcək. Bu bir daha onun göstəricisidir ki, insanların yaddaşında qalmaq üçün uzun uzadı ömür sürmək yox, yaşadığın ömrü necə yaşamaq, o ömrü necə başa vurmaq önəm kəsb edir. Allah bizi daima Allahın sevimli bəndələrindən qərar versin. Allah bizi daima onun bizdən razı qalacaq işləri görən bəndələrdən olmağı nəsib eləsin. Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Xalqımızı, cəmiyyətimizi bir-birinə rəuf mehriban eləsin. Allah ölərki günümüzə dək bizim dilimizdən La ilahə illallah Muhammedun Rasulullah Aliyyun Veliyyullah kəlmələrini almasın. Allah dünyasını dəyişən ata-analarımıza rəhmət eləsin. Qalanlara şərəfli, dəyərli, qiymətli, mənalı ömür nəsib eləsin. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Vətənimizin keşiyində, qulluğunda duran cavan qardaşlarımızı, balalarımızı, rəşadətli ordumuzu ağla gələr gəlməz xəta bəlalardan, xüsusilə mənfur düşmənimiz olan vandal ermənilərin şərrindən, məkrindən amanda saxlasın inşallah. Allah zəmanə imamımızın zuhurunda təcil eləsin. Allah dinə və İslama uzanan əlləri məhv nabud eləsin. Allah İslamın və İslamın yaşanmasında əməyi, zəhməti olan hər kəsi günü-gündən ucaltsın. Allah bu
ilahi sevgini, ilahi nuru bir göz qırpımı belə bizdən almasın. Vəssalamu aleykum və rəhmətullah və barakatuh. Etdiyimiz duaların qəlbimizdə, ruhumuzda təsirindən ötürü Muhammed və Ali Muhammedə 3 ucalı Muhammedi salavat zikridir. Gracias.